Bu qışdan soyuq vaxtlardır, maşın xodlanmamağı zadı. Bu nə məsələdir bu? Maşının qışda biraz ağır xodlamama məsələsi odur ki, EBAP datiki var. Bəli. Mühərrikdə də yerləşir. Bəli. Kömür baçoxu var, balonu deyirlər də, maşının altında yerləşir. Bu EBAP datiklər bizim bu yanacaqlarla biraz protipdir. Necə? Yəni bizim yanacaqların biraz tərkibində qazlanma çox olduğu üçün Bəli. bu EBAP datikləri bizim bu yanacaqlarla biraz yola getmir. Loru dildə desək. Bəli. Misal üçün nədir problem? Axşam gəldin evə. Maşını saxladın. Məsələn, qaynanamın evi, atamın evi fərq etmir. Buyur. Qalxdın, maşını idarə eləməyəcəksən. Gecədən səhərə sistemdə olan yanacaq qalmalıdır. Bunun qalmağının da səbəbi bu EBAP datiki dediyimiz datikdir. Bu EBAP datikdir. Bizim yanacaqda qaz çox olduğu üçün, EBAP datiki bu qazın miqdarı var da, yəni onun həddindən artıq çox olduğu üçün, saxlaya bilmədiyi üçün yavaş-yavaş bu yanacaq axır baka. Səhər çağda maşın sahibi gəlir, oturur, haçarı açır, işə salmaq istəyir. Salam momenti işə düşmür. Növbəti ikincidə, üçüncüdə çəndə olan yanacaq sistemə gələnə qədər bu olur, bir-iki dəfəyə xodlanmaqda. Səhər çağlar başlayır bu, yəni şeylər nədir bu? Xodlanmamaq, ona görə adın qoyulur ki, xodlanmamaq. Amma sistemə aid heç bir şey yoxdur. Nə sveçalarına, nə farsunkalarına, nə nasosuna, nə filtrinə heç bir şey. Sadəcə olaraq bizim yanacaqla olan problemimiz budur. Ona görə də ki, maşınlarımız gec xodlanır. Yəni bu problemlərin də yəni olmaması üçün yanacağı vuranda yəni çalışın bir dənə yerdən bir yanacaq məntəqəsini seçsinlər də. Yəni adam var, ona fikir vermir. Elə hardan gəldi, necə gəldi, vurur.